Qoç bürcü 11 oktyabr 2025-ci il. Səhər erkən vacib işlər planlaşdırmaq məsləhət deyil. Özünüzü bir qədər ləng və fikri dağınıq hiss edə bilərsiniz. Mübahisələrdən uzaq durmağa çalışın. Çünki başqalarının fikrini qəbul etmək sizə çətin olacaq. Əmin olmadığınız halda vədlər verməyin. Planlaşdırılmamış alış-verişlərdən qaçın. Düşündüyünüzdən artıq pul xərcləyə bilərsiniz. Günün ikinci yarısında ətrafınızdakı insanlarla anlaşmaq daha asan olacaq. Ailə üzvləri və ya yaxın dostlarla sakit bir axşam sizə sevinc gətirəcək. Bəzi qoçlar isə gözlənilməz hədiyyələr təqdim olunacaq. Buğa bürcü 11 oktyabr 2025-ci il. Bugün yaradıcılıq qabiliyyətlərinizi üzə çıxarmaq üçün fürsət yaranacaq. Bir çox problemlərə orijinal həll yolu tapa biləcəksiniz. Müxtəlif insanlarla ünsiyyət qurmaq asan olacaq. Sevdiyiniz insanda yeni maraqlı cəhətlər kəşf edəcəksiniz. Bütün işləri eyni anda görməyə çalışmayın. Mərhəmətli şəkildə hərəkət edin. Tələsmədən sakit şəkildə işləsəniz, bütün məsələləri uğurla həll edəcəksiniz. Bəzi boğalar düşünülməmiş xərclər səbəbindən maliyyə çətinliyi ilə üzləşə bilərlər. Sonradan peşman olmamaq üçün pul məsələlərinə diqqətli yanaşın. Yaxınlarınızla mübahisədən uzaq durun. Əkizlər bürcü 11 oktyabr 2025-ci il. Bütün gün pozitiv əhval, emosional yüksəliş sizi müşahidə edəcək. Ciddi və mühüm məsələlər gözlənilmir, amma gündəlik işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Bəzi əkizlər yaşlı qohumların problemləri ilə maraqlanmalı olacaq, lakin bu sizi yormayacaq. Evdə təmirə başlamaq və ya rahat mühit yaratmaq üçün münasib vaxtdır. Uğurlu alış-verişlər mümkündür. Lazım olan hər şeyi münasib qiymətə tapacaqsınız. Həmçinin səliqə yaratmaq, lazımsız əşyaları atmaq, saxlama sistemini yeniləmək üçün də bugün əlverişlidir. Xərçəng bürcü 11 oktyabr 2025-ci il. Bugün insanlarda sizə qarşı rəğbət yaratmaq asan olacaq. Ailənin ən gənc və ən yaşlı üzvlərinə diqqət ayırmaq üçün münasib zamandır. Onlar sizinlə səmimi söhbət edəcək, münasibətlər daha da möhkəmlənəcək. Evdə toplanmış işlərlə məşğul olmaq daha faydalı olacaq. Yaxınlarınızdan yardım istəməkdən çəkinməyin. Onlar sizi dəstəkləyəcək. Bir çox xərçənglər planlaşdırılmamış alış-veriş edəcək. Diqqətli olun. İlk gördüyünüzü almayın. Seçim etməzdən öncə variantları müqayisə edin. Bu halda düzgün qərar verəcəksiniz. Şir bürcü 11 oktyabr 2025-ci il. Bugün çox şeyi uğurla həyata keçirə bilərsiniz. Sadəcə tələsməmək vacibdir. Əhəmiyyətli məsələləri müzakirə etmək üçün münasib gündür. Hətta fikir ayrılığı yaransa da bu qarşıdurmaya səbəb olmayacaq. Əksinə söhbət zamanı qarşı tərəfi daha yaxşı anlayacaq və hər iki tərəfi qane edən kompromis tapacaqsınız. İşlərinizi qaydaya salmaq, evi səliqəyə salmaq və daha rahat mühit yaratmaq da faydalı olacaq. Bəzi şirlər qeyri-adi şəraitdə maraqlı insanlarla tanış olacaqlar. Sizin cazibədarlığınız bugün xüsusilə nəzərə çarpacaq və az adam buna qarşı dura biləcək. Qız bürcü 11 oktyabr 2025-ci il. Səhəri dincəlməklə və tələsmədən başlamaq daha məqsədə uyğundur. Hadisələr həmişə planınıza uyğun getməyə bilər. Yaxınlarınızla fikir ayrılığı yaşanacaq, amma ciddi münaqişədən qorxmağa dəyməz. Xərclərinizə nəzarət edin ki, ani istəklər üçün çox pul sərf etməyəsiniz. Günün ikinci yarısı səliqə-səhman yaratmaq, planlar qurmaq üçün əlverişlidir. Bəzi qızlar uzun müddətdir təxirə saldıqları işlərlə məşğul olacaq və ya köhnə səhvlər düzəldəcəklər. Axşam saatları yeni tanışlıqlar aktiv ünsiyyət üçün münasibdir. Tərəzi bürcü 11 oktyabr 2025-ci il. Bugün sakit və taraz olacaqsınız. Bu da vacib məsələləri asanlıqla həll etməyə imkan verəcək. Ailəli tərəzilərin qohumlarına kömək lazım ola bilər və bu onlar üçün çətinlik yaratmayacaq. Açıq və səmimi söhbətlər üçün münasib vaxtdır. Dəyərli məsləhətlər ala bilərsiniz. Qonaq qəbul etmək xüsusilə ortaq maraqlar varsa uğurlu alınacaq. Enerjinizi yönəltməyə çalışın. Fiziki fəaliyyət, idman və ya gəzinti sizə xeyir verəcək. Ola bilər ki, bugün yeni faydalı vərdişlərin əsasını qoyasınız. Əqrəb bürcü 11 oktyabr 2025-ci il. Bugün işlərdə və şəxsi məsələlərdə qayda yaratmaq üçün münasibdir. Bitmiş hesab etdiyiniz bəzi işlərə qayıtmalı, düzəliş etməli olacaqsınız. Tələsik vədlər verməyin, çünki hamısını yerinə yetirmək mümkün olmayacaq. Ailəli əqrəblər üçün yaxınlarla anlaşmaq bir qədər çətin ola bilər. Səfərlər və ictimai tədbirləri təxirə salmaq daha məqsədə uyğundur. Ailə mühitində və ya tək qalmaqla istirahət etmək, sakitləşmək və güc toplamaq üçün daha əlverişli olacaq. Ox atan bürcü 11 oktyabr 2025-ci il. Bugün planlaşdırdıqlarınızın hamısını uğurla yerinə yetirə biləcəksiniz. Əsas odur ki, işləri sonraya saxlamayasınız. Səhər saatlarından enerjiniz və əhvalınız yüksək olacaq. Buna görə də gözlədiyinizdən daha çox iş görə biləcəksiniz. Nüfuzlu tərəfdaşlarla əlaqələr uğurlu olacaq və münasibətləriniz möhkəmlənəcək. Günün ikinci yarısında yeni layihələrə başlamayın. Kiçik çətinliklər əhvalınızı poza bilər, amma ciddi problemlər yaranmayacaq. Axşam xoş istirahət, sevdiyiniz məşğuliyyət və ya dostlarla görüş üçün münasibdir.
Oğlaq bürcü 11 oktyabr 2025-ci il. Bugün mühüm məsələləri həll etmək üçün çox əlverişlidir. Heç bir çətinliksiz bütün işlərin öhdəsindən gələcəksiniz. Maliyyə uyğuru mümkündür. Gözlənilməz gəlir və ya dəyərli hədiyyə ala bilərsiniz. İşlərinizi qaydaya salmaq, gələcək üçün məqsədlər müəyyənləşdirmək üçün uyğun zamandır. Qohumlara kömək etməklə ailə münasibətlərini daha da möhkəmləndirə bilərsiniz. Axşam saatlarında çətin məsələləri başa düşmək, yeni biliklər qazanmaq asan olacaq. Əldə etdikləriniz tezliklə bəhrəsini verəcək və qarşınızda yeni imkanlar açılacaq. Dolça bürcü 11 oktyabr 2025-ci il. Günün birinci yarısı elə də uğurlu keçməyə bilər. Əsəbi və səbirsiz ola bilərsiniz. Xırda hadisələr sizi narahat edəcək. Bu səbəbdən vacib işləri təxirə salmaq, mübahisələrdən uzaq durmaq yaxşı olar. Özünüzü tanış, adi işlərə həsr edin. Bu daha asan olacaq. Axşam saatlarında əhvalınız xeyli yaxşılaşacaq. İnsanlardan müsbət təsirat yaradacaq və sosial tədbirlərdə iştirakdan zövq alacaqsınız. Bəzi dolçalar faydalı tanışlıqlar qazanacaqlar. Balıqlar bürcü 11 oktyabr 2025-ci il. Optimist ruh halı sizə bütün işlərdə kömək edəcək, amma həddindən artıq arxayınlaşmaq olmaz. Prioritetləri düzgün müəyyənləşdirin, planla hərəkət edin, xırdalıqlara aldanmayın, başqalarının təsiri altına düşməməyə çalışın, uzaq görənlik tələb edən iri layihələrə başlamayın, çünki bütün riskləri qiymətləndirmək çətin ola bilər. Axşam planlarda dəyişikliklər yarana bilər. Bəzi hadisələr istədiyiniz kimi inkişaf etməyəcək. Bu bir qədər əhvalınızı korlasa da ciddi narahatlığa səbəb olmayacaq.